بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Ötən həftələrdə deyildi ki, peyğəmbərlərin ən əsas və mühüm məqsədlərindən biri buydu ki, insanları təmizləsinlər, təzkiyə eləsinlər. Lakin bu yolda və bu mühüm və müqəddəs meydanda böyük maneələr var. Hər bir insan əgər istir o zirviyə çata və məqsədə nail ola və təzkiyə əldə edə, ruhun təmizliyə, mənəviyyət əldə edə, belə bir insanın qarşısında mühüm maneələr var ki, vacibdir. Hər şeydən əvvəl o maneələri aradan qaldırsın və o maneələrin neçəsin oxumuşuq. Biri də buydu ki, haram yeməklər, giyməklər, gəlirlər, qazancılar, bunlar manedir insanın mənəvi inkişafından. Əgər bir insan istir mənəviyyət əldə edə, uça, mi'rac eləyə, göylərə gedə, Allahın ərşində özünə yer tuta, Allahın ərşində əgər insan istəsə özünə yer tuta, bilirsiniz ki, Rəcəb ayının fəzilətində var, buyurur o adamlar ki, Rəcəb ayının fəzilətin başa düşürlər və onları əməl eləyirlər və yeri gələndə lazımlı qədər onlara diqqət göstərirlər, qafil deyirlər, qəflətdə yaşamırlar. Belə bir ayın bu fəzilətlərin bilirlər. Hədislərdə var, buyurur ki, onlar 7-ci ərşə çatarlar və əgər ora çatsalar, onların adına deyərlər, bunlar Allah zuvvarıdırlar. Bunlar Allahın zuvvarıdırlar bunlar. Nədir bu? Kim Allahın zuvvarıdır? Harada? Ərşidə. Nə ilə? Rəcəb ayına.
Həmin bu aylar, bu günlər ki, biz onun içərisində yaşayırıq. Xəbərimiz yoxdur. O adamları ki, elmi cəhətdən yüksək dərəcələr əldə edirlər, onlar ki, gedirlər, böyük dərəcələrə çatırlar, professor olurlar, nə bilim, ondan böyük olurlar, ixtira edirlər, kəşf edirlər, cürə şeyləri, Edison olurlar, nə filan kəs olurlar, onlar harda olurlar? Evlərində. Onlar harda bu məqamı ələ gətirirlər, bu elmi məqamı? Gedirlər başqa kürələrdə, yaşayırlar, baxırlar, gəlirlər, bu təyyarələri düzəldirlər. Bunlar harda bu elmin məqamları əldə ediblər? Həmin bu institutlarda ki, bizlər, bizinkilər gedirlər, əli boş gedir, əli boşda qayıdır gəlir. Elə bu institutlarda onlar da gedib o dərəcəyə çatıblar. Amma biri gedir çatır, biri çatmır. Biri institutun dəqiqəsindən, saatından, anılarından istifadə edir, qayıdıb evə gələndən sonra da vaxtın itirmir, boşu-boşuna qoymur vaxt keçsin, amma biri də var, gedir institutun bucaqlarında, küncülərində, nə bilim, bağlarda, dağlarda gəzir, özü başqa yerdə, adı orada gedir, amma özü başqa yerdə gedir. Bax, mənəviyyət də o cürdür. Bu Rəcəb ayıdır, bu ayın içində meyraca gedənlər gedə bilirlər. Amma adam var, bilir, saatların, dəqiqələrin onu qənimət sayır, adam da var, yaşayır, xəbəri yoxdur. Gecələr səhər olur, səhərlər də axşam olur. O gün ərz elədim, yadınızda olsa, dedim, İslam dünyasının böyük alimlərindən biri Ayətullah Mirzə Cavad ağa Təbrizi, Məliki Təbrizi bir dənə kitab yazıb, Əl-Müraqibət adında. Orada çox şey yazıb o. O adam ki, istir müraqibət eləyə, o kitab ona lazımdır. Müraqibət eləməyənə o kitab nə lazımdır? Ürək sahəsində nə qədər kitablar yazılıb? O həkimlər ki, ürək həkimləridir, cərrahdılar, ürəyi açırlar, sökürlər, qoşurlar, qoyurlar kasıya, o yana, nə bilim, ayağın damarını çıxadır, ürəyə bağlayır, ürəyin damarını çıxadır. Onlara lazımdır o kitablar. O ürək haqqında yazılan kitablar, heç mən baxıram onlara, heç birisine. Sən baxırsan, neyvə lazımdır. Alverçi neynir onu? Alverçi neynir onu? Aeroportda alverçiyə nə lazımdır o kitablar? Amma o adam ki, o işin əhlidir, ona lazımdır. Əgər Əl-Müraqibət adında kitab yazılıb, o adamlar ki, müraqibətin əhlidir, o kitablar ona lazımdır. O adam ki, istir müraqibətə çata, müraqibət bilirsən ki, nədir? Qabaq oxumuşuq bir dəfə. Müraqibət odur ki, insan nəzarət eləyə öz işlərinə, əməllərinə, əlinə, gözünə, dilinə, boğazına, ayağına, qulağına, danışığına, yeməyinə, ona müraqibət eləyə. Söz gəlir, danışır, bu da danışır, amma heç bilmir ki, nə danışır. Yeməklər çıxıb qabağına, bu da yiyir, heç bilmir ki, nə yiyir, kimindir bu, haradaydı bu, kim qazanıb bunu? Heç vecinə deyir olar, yəni heç onların fikrindədir. Amma adam da var, oturur, ağzı bağlı, boğazı qıfıllı. Bu qıfılı hər haçar aça bilməz onu. Bəzi qıfıllar var, hər haçarı sararsan, bilirsən ki,
Dəmiri də əysin, açacaq. O bilənlər var da. O çox asandır. Deyirsən, ha, maşın bağlandı, qaldım. Deyə, bağlandı, qaldım, bir dəqiqəyə açaram. Elə bir o yan bir yana baxdı, yerdən bir şey tapdı, sənə deyir, bax ora, sən ona baxıncan bu açdı, deyir, buyur. Amma bəzi qıfıllar da var, onların kodu var. Onu da elə belə açma, onu öz yiyəsi aça bilər. Buyurur, ağızlarınıza, boğazlarınıza o kodlu qıfıllardan vurun. Hər adam onu aça bilməsin. Kodun özünüz bilirsiniz. Hansı yeməklər keçsin içəri, o sizin ixtiyarınızdadır. Hansı deməklər çıxsın, o sizin ixtiyarınızdadır. Ona deyər müraqibət. Ona deyər müraqibət. Müraqibətin mənası budur. O kişi o kitabında yazır ki, əgər bir adam Rəcəb ayında yaşayanda bilsə ki, mən Rəcəb ayının içərisindəyəm, bu özü bir əməldir. Bilə ki, bax, mən Rəcəb ayında yaşayıram. Rəcəbin 13-ü getdi, oldu 14, 14 keçdi, oldu 15, 15 keçdi, oldu 16. Bax, bunu bilə. Bilə ki, büyün neçəsidir? Bilə bundan sonra neçə gün qalır, sayılı pul kimin. Qutardıqcan onu bilə ki, az qalır bu qutara. Qədrim. Buyurur, bu əməl özü ibadətdir. Əgər bir adam istəyir mənəviyyət əxz eləyə, onda buyurur, bax, bu haçarqıfıl əlində olmalıdır. Və bu adam haram yeməklərdən çəkinməlidir. Biz bu barədə çox danışmışıq. Haram yeməkləri saymışıq, ta gəlmişik, çatmışıq. Hansına? Riba. Ribanın barəsində də danışdıq, dedik, İslamda riba haramdır. Lakin İslam insana buyurur ki, qərzül həsənə verir. Qərzül həsənənin də mənasında danışmışıq ki, borc ver və özdə gözəl borc. Gözəl borcun da mənasını dedik ki, gözəlliyi ondadır ki, onun mənfəəti olmaya, Allaha görə ola, minnət qoymayasan, öz meyli ilə, rəğbəti ilə eləyəsən bu işi, məcburiyyət qarşısında olmayasan, bax, bu şərtlərlə borc verəsən, buna deyərlər qərzül həsən, yəni gözəl borc vermə. Bu barədə də bir neçə hədislər oxuduq ki, nə qədər bunun savabı var və əgər bir adamın imkanı var birinə borc verə, amma vermir, o barədə də hədislər oxuduq ki, Peyğəmbər buyurur, belənçi insanların qabiliyyəti yoxdur Allahın cənnətinə daxil olalar. Ki, bu hədisləri də oxuduq. İndi bugünkü bəhsimiz buradan başlanır ki, biz baxaq görək bizim Peyğəmbər və imamlarımız bu işinə necə yanaşıblar. Peyğəmbər özü və imamlarımız, çünki onların sözü bizə höccətdir, düzdür? Əməlləri də höccətdir, o da düzdür? Təqrirləri də höccətdir, o da düzdür? Onun da mənasını bilirsiniz. Sözü höccətdir, yəni əgər Peyğəmbər bir şey buyurdu, o bizə kifayətdir, bəs eləyər. Əgər Peyğəmbər özü demədi, amma əməl elədi. Əməl eləsə, tüm Peyğəmbər əməl eləyib, o əməl bizə höccətdir. Deyərəm, özüm gördüm, Peyğəmbər bu cür elədi, bu da höccətdir. O əməl, o da söz, düzdür? İndi Peyğəmbərin təqriri də höccətdir. Təqrir nədir? Təqrir budur ki, Peyğəmbərin yanında bir adam bir əməl elədi, Peyğəmbər dinmədi. Əgər dinməsə, o da bizə höccətdir. Çünki əgər o səhv olsaydı, Peyğəmbər qoymazdı. Biri bir söz dedi, Peyğəmbər də sakit qaldı, yəni təsdiq elədi, yəni etiraz eləmədi. Əgər etiraz eləmədi, o bizə höccətdir, o bizə bəs eləyər. İndi görək yaxşı, bu barədə onlar nə iş görüblər? Buyurur, borc, icazə veriblər buna. Haramdır.
Düzdür, oxuduq hədislərdəki insan imkan daxilində borc almasın, getməsin birinin qapısına və bu barədə də hədisləri oxuduq. Amma əsli mətləb budur ki, həqiqətən buna icazə veriblər. Mən bir dənə hədis oxuyuram. Həzrəti İmam-ı Musa ibn Cəfər əleyhissalatu vəssalamdan 7-ci imamımız Həzrət buyurur: "Mən tələbə hâzər rizqə min hillihi liyaudə bihi ala nəfsih və iyallih." Əgər bir adam halal ruzinin dalıcan gedir, sübh durur, gedir halaldan qazanmaq üçün. Nə üçün qazanır? Dolanmaq üçün, özün, ailəsin dolandırmağa. Həzrət buyurur: "Kanə kəl mücahid fi səbilillah." Bu adam elə bil Allah yolunda cihad eləməyə gedir. Savabı belədir. Halal alverə gedənlər belə bilməsinlər ki, bunların fəzilətləri yoxdur. Amma halal alver. Şərt budur. Şərt budur ki, alver eləyə, lakin halaldan qazanan. Haramdan yox. 10.000 dollar biri gətirir, verir, haramdan. Alverə. Onu mən istəmirəm. Sağ ol. Amma 100 dollar halaldan. Allah bərəkət versin. Bax, belənçi bir alverci. Buyurur, əgər bir adam belənçi bir alver eləyir, kanə kəl mücahid fi səbilillah. Elə bil Allah yolunda cihada gedir bu adam. Keçmişdə demişəm, Həzrəti İsa əleyhissalam səfərə gedirdi, neçə nəfər İsa əleyhissalamla bir yerdeydilər. Onlar bəhs elədilər. Çünki yemək vaxtı cənnətdən yemək gəlir, yeyirlər. Namaz vaxtı İsa'ya iqtida eləyib namaz. Day bundan yaxşı nə olar? Biri dedi, görəsən yer üzündə Allah bir insan yaradıb. O birisi dedi, nə üçün yaratmayıb? Bizdən yaxşısı da var. Bu dedi, o dedi, gəldilər İsa Peyğəmbərin yanına. Ya İsa, bizim məsələmiz budur, həll elə. Həzrəti İsa buyurdu ki, hər bir insan səhər tezdən yuxudan durur, namazın qılır, namazdan sonra halal çörəyin yiyir, gedir halal alverin dalıcan və halaldan pul qazanmaq üçün gedir, o adamların fəziləti, şərafəti sizdən çoxdur. Halal alverin dalıcan gedir. Nə üçün? Ailəsini dolandırmağa. Şərafətinə, hər nə olur olsun, amma halaldır. Buyurur, fəin qələbə əleyhi. İndi getdi, bu işlərlə də məşğul oldu, lakin bir şey əldə edə bilmədi. Ehtiyacı oldu. Əgər ehtiyacı günbəgün çoxaldı, məcburiyyət qarşısında bu adam eləyə bilər, geçsin, bir mömindən, bir dostundan hələlik borc eləsin, fəlyəstədin aləllah və ələ rəsulə. Allaha görə, Peyğəmbərə görə geçsin, borc eləsin, ma yəqutu bihi iyalə. O qədər borc eləsin ki, o ehtiyacın həll eləsin. Ondan sonra da hər vaxt əlinə düşdü, aparsın, versin. Yəni, bax, görürsən, bizə bu barədə icazə verirlər. Bununla eybi yoxdur. Amma bu icazə ki verilir, görək bunlar özləri necə idilər? Özləri də heç borc alıblar. Borc istəyənə borc veriblər, ya onu eləməyiblər. Buyurur, hədislərdə var, bəzən də bu işi görüblər. Mən misal üçün deyirəm, İmam-ı Səccad əleyhissalam 4-cü imam. Günlərin birində bir qədər ehtiyacı oldu. Ehtiyacı olanda öz yanında qulluqçusu var idi. Ona dedi ki, əqrizni əşərətə alaf dirhəm ilə məysərə. Həzrət buyurdu ki, sən get 10.000 dirhəm borc al, gətir,
mən ehtiyacımı həll eləyim, hər vaxt mənim olsa verirəm, apararsan, verərsən. Yəni, bax, görürük ki, imam özü də bu işi görür. Hədislərdə var, buyurur, elə ki, Əli əleyhissalam dünyadan getdi, 800.000 dirhəm Əlinin borcu var idi dünyadan gedəndə. Həzrəti Əli əleyhissalam dünyadan gedəndə 800.000 dirhəm borcu var idi ki, Həzrəti İmam-ı Həsən əleyhissalam aparıb dəfn eləyəndən sonra gəldi. Ağanın bağı var idi, 2 dənə, onun birin 500'ə satdı, birin 300'ə satdı, apardı Həzrətin 800 borcun verdi. Yəni, bu borc almışdı ki, borcu var idi da. Görürsən, bax, Əli əleyhissalamın da ehtiyacı olanda borc alır. İmam-ı Hüseyin əleyhissalam Aşura günü şəhid oldu. Düzdür? İmam-ı Hüseyin əleyhissalam şəhid olan günü 300.000 dirhəm borcu var idi. Ondan sonra İmam-ı Səccad əleyhissalam gəldi, bir dənə sonra imkan əlinə düşəndən sonra apardı, onun borcun verdi. Şəxsən İslam Peyğəmbəri özü də öz həyatında, hədislərdə var, Mədinədə bir gün Peyğəmbərin evində çörək yox idi. Həzrət gəldi bir qonşudan, hala bəzisi yazıblar ki, hətta heç o müsəlman da döyürdü o qonşu. Müsəlman da döyürdü. Həzrət gəldi, 20 batman arpa borc aldı ondan. Apardı, un elədi, un eləyəndən sonra onu çörək pişirtdirdi, evində ehtiyacı var idi, onu həll elədi, həll eləyəndən sonra qonşuya nə qədər borcu var idi, gətirdi, borcun verdi. Bax, biz görürük bunların əməllərində İslam Peyğəmbərinin özündən tutmuş ta imamlar, onlar hər birisinin ehtiyacı olub, bir dostdan, bir mömindən, bir qonşudan borc eləyiblər. Bu bir mətləb. İkinci mətləb budur ki, indi gəliblər bunların qapısına. O adamları ki, gəliblər bunların qapısına, bunlardan borc istəyiblər, ona necə? Buyurur, onlara da bunlar verirdilər. Onlar gəlirdi borc istəməyə, bunlar da demirdilər yox. Misal üçün, mən bir dənə, 2 dənə misal deyirəm. İmam-ı Hüseyin əleyhissalamın vaxtıdır. Bir nəfər ənsardan, bilirsiniz ki, Mədinədə ənsar, mühacir. Ənsardan bir nəfər gəldi İmam-ı Hüseyin əleyhissalamın məhzərinə. Yetişdi, salam verdi, ağa da salam verdi, halın soruşdu, nə var, nə yox elədi. Ağa bildi ki, bu gəlib ondan borc istəməyə. Ağa buyurdu ki, elə bil ki, sənin ehtiyacın var, gəlib sən, demə mənə. Qoy sənin ehtiramın riayət olsun, qalsın, pərdə aramızda qalsın. Yaz kağaza ver. Nə ehtiyacın var, yaz kağaza ver. Çünki deməkdə adamın üzünün su tökülür axı, üzbəyiz oturub deyəsən. Amma bir var da yazırsan kağaza, qoyarsan qabağına, çıxıb gedəsən, özü yoxuya sonra. Həzrət buyurdu ki, demə onu mənə. Yaz kağazda ver mənə. O da götürdü, yazdı kağazda. Yazdı ki, filan kəsin ad yazdı. Ağa tanıyırdı onu. Dedi, filan kəsə mənim 500 dinar borcum var. O məndən tələb eləyir onu. Və tez-tez də tələb eləyir. Mənim də yoxumdur hələ verəm. Mən səndən xahiş edirəm ki, sən ona bir kəlmə desən, o məni biraz gözləyər. Məni biraz gözləsin, mən hazırlayım, verim. Ağa kağızı aldı, oxuyandan sonra durdu, keçdi o birisi otağa. O birisi otaqdan pul gətirdi, nə qədər o yazmışdı? 500. Ağa 1000 dinar gətirdi, verdi ona, dedi, apar 500 borcu ver, 500 də evə sərf elə. Belə olan mağıl, adam gedər. Bizim, yəqin ki, bizim səlahiyyətimiz yoxdur da bu işə.
bizim səlahiyyətimiz olsaydı, elə bizim əlimizdən qaçıb gizlənib də. Bilib ki, hamımız töküləcək. Qaçıb gizlənib. Bu, Həzrətin ondan rəftarı. Və belə məsəl imamların həyatında nə qədər desən var. Həm Peyğəmbər, həm Əli əleyhissalam, həm o birisilər, hamısının barəsində var. İmam-ı Kazım əleyhissalam, Həzrəti Musa ibn Cəfər əleyhissalam, 7-ci imamımız. Deyir, bir gün bir nəfər Muhammed ibn Əbdullah adında gəldi Mədiniyə, getdi ağanın məhzərinə. Muhammed ibn Əbdullah deyir, mən boşdaydım. Və boşdular da, o tələb eləyənlər də məndən pulların tələb eləyirdilər. Və mən öz çiynimdə ağırlıq hiss eləyirdim. Fikirləşdim ki, neyniyim? Dedim, yaxşısı budur, gedim İmam-ı Kazım əleyhissalamın yanına. Ora getsəm, inşallah mənim məsələm həll olar. Deyir, getdim. Dedim, mən belə məsələ olub, gəlmişəm sənin yanına. Ağa keçdi o birisi otağa, bir neçə dəqiqədən sonra qayıtdı, gəldi. Qulam da Həzrətin qulluqçusu oturmuşdu orada. Həzrət qulluqçuya dedi ki, sən də çıx bayra. O da çıxdı bayra. Çıxandan sonra Həzrət bir kisə çıxartdı, dedi ki, bu sənin apar borcu ver. 300 dinarıdır. Onun borcu da 300 dinar idi. Həzrət 300 dinarı verdi, dedi, apar borcu ver, narahat yaşama. Amma qulluqçunu çıxartdı ki, heç o da görməsin. Bunun abri onun yanında da getməsin. Bax, həm verirdi, həm də kəramətlə verirdi. O ki, deyək, Qərzül Həsənin yaxçı borcu mənası budur ki, minnət qoymayasan, bir mənası budur ki, abırla verəsən, abırdan salıb verməyəsən, bax, Həzrət o cür eləyirdi. Hətta dedi, qoy, heç o da bilməsin ki, sənin ehtiyacın var, sən məndən bir şey istəyirsən, ya nə istəyirsən məndən, o da bilməsin. Bu da belə. Buyurur, hətta bəzən nə özü borc alırdı, nə də biri buna gəlib demirdi ki, mənə borc ver. Həzrət bilirdi, xəbərdar olurdu. Misal üçün, mən bunu misal vura bilərəm ki, Üsamət ibn Zeyd bir nəfər əshabdandır, Peyğəmbərin sahabələrindəndir, yatıb xəstədir. İmam Hüseyin əleyhissalam gedib onun yanına, xəstənin yanına gedərlər də, gedib onun yanına, oturdu, nə var, nə yox, gördü ki, o çox qəmli, qüssəli, narahat. Həzrət buyurdu ki, Üsamə, çox narahat görürəm səni. Allah sənə şəfa versin, inşallah. Belə də biraz ürək-dirək verdi ona. Dedi ki, ağa, mənim xəstəliyim bir yana, 60.000 dirhəm mənim borcum var. O məni çox narahat eləyir. Ağa buyurdu ki, narahat olma. Mən sənin borcuyu verərəm. Hala, mən bunu deyirəm də, yəni sən qüssə eləməsən, ölməyinlə ol, mən sənin borcu verərəm. Yəni, qüssə eləməsən bu məsələyə görə. Dedi ki, ağa, qorxuram, mən öləm, amma bu mənim boynumda qala. Ağa buyurdu ki, yox, narahat olma. Mən sənin həyatında bunu verərəm. Çıxdı, çıxandan sonra da getdi o adamları çağırdı, o adamlar gəldilər, ağa, Üsamənin nə qədər ki borcu var idi, hamısını verdi, sonra Üsamiyə, bilmirəm özü, ya özü dedi, ya xəbər göndərdi ki, Üsamə, mən ki sənə bir vədə vermişdim, söz vermişdim, mən öz vədəmə əməl elədim. Yəni, burada Üsamə nə, Həzrətə bir söz demişdi,
Nə Həzrət ona bir şey demişdi. Xəstə yanına gedib xəbərdar olur, xəbərdar olandan sonra orada əlindən nə gəlir onu eləyir. İmam Səccad əleyhissalamın barəsində var. O gedir, o da bir başqa hadisədə Muhammed ibn Üsamə adında o da bir xəstənin yanına gedəndə deyir, o da belənçi bir söz dedi. Dedi, mənim bir qədər borcum var, o məni çox narahat eləyir. Deyir, İmam Səccad əleyhissalam buyurdu ki, 3-dən birin mən verərəm onu. Sonra deyir, 3-dən birin o deyəndən sonra dedi ki, ağa bəs qalanın neyniyim? Həzrət baxdı, neçə nəfərdə oturmuşdu, ağsaqqallardan var adı. Həzrət buyurdu ki, qalanın da mən verərəm. Sonra Həzrət özü buyurdu, dedi, mən əvvəldə demədim ki, hamısın, dedim, bəlkə bir mömin istir bir xeyr iş görə, qoy ona qapı bağlanmasın. Mən dedim, 3-dən birin. Bəlkə biri də istəyir 3-dən birin verə savab qazana, qoy savabın qapısını bağlamayın birinin üzünə. Gördüm ki, yox, heç bu qapıya gedən yoxdur. Heç bu qapını döyən yoxdur. Onu mən deyirəm də, o Həzrətin sözüdür. Həzrət deyir, gördüm ki, yox. Biri demədi, biri boyun almadı, onda mən qalanında öhdəmə aldım. Buradan biz görürük ki, həm şəxsən İslam Peyğəmbəri, həm də imamlar özləri də borc alıblar, borc istəyənə də borc veriblər və birinin də əgər eşidiblər, biliblər, ehtiyacı var, o ehtiyacı ödəyiblər ki, o narahatçılıqdan çıxsın. Borc məsələsi İslamda çox gözəl bir şeydir. İnsan nə qədər əlindən gəlsə, getməsin birinin qapısına, amma gedəndən sonra o birisi də qapının yiyəsi nə qədər əlindən gəlir, çalışsın ki, bunu qoymasın, əli boş qayıta. Allah hamının borcun əda eləsin və heç kimi, heç kəsə möhtac eləməsin. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm الأعز الأجل الأكرم وبالحسين يا الله 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 İlahi əllərimizi naumid qaytarma. İlahi şər'i olan hacətlərimizi rəva elə. İlahi aqibətimizi xeyr elə. İlahi dualarimizi müstəcab elə. İlahi xəstələrimizə şəfa inayət elə. Nəzərdə olan xəstələrə şəfa inayət elə. İlahi bizi Kərbəlayi eləməmiş qəbrə aparma. Allah bizi bağışlamamış öldürmə. Allah bizi Rəcəb ayının, Şaban, Ramazan ayının feyzindən binəsib eləmə. Allah bu ay axir Rəcəbimiz qərar vermə. Pərverdigara namaz qılmayanlardan bizi eləmə. Pərverdigara qəbrimizin əvvəl gecəsi nur-i vilayət-i əmirul müminindən ayrı salma. Pərverdigara hər kəsin ürəyində hər hacət şər'isi var. Səni and verruq əmirul mümininin şərafətinə Ali əleyhissalamın mübarək əliylə bərabərdə bi xeyr elə. Pərverdigara xalis olan salamlarımızı İmam-ı zamanımıza çatdır kinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bi haqqi Muhammedin və alih və bi haqqi surətil mübarəkətil fatihəti ma'as salavat. Allahümmə salli ala بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين اهدنا الصراط
الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله